Yaqub Peyğəmbər də Allahın son kitab olaraq bizə göndərmiş olduğu Quran-ı Kərimin bildirdiyinə görə Rəbbimizin insanlara göndərdiyi salih qullardan biri idi. Onun atası Həzrəti İshak da, babası İbrahim də Allahın peyğəmbərləri olmuş, Allahın haqq dini olan Hənif dinini insanlar arasında yaymışdılar. Yaqub Peyğəmbərin anasının adı Rəfəqa idi. Yaqub əleyhissalam anadan qardaşı Ays ilə əkiz olaraq doğulmuşdur. Aysdan sonra anadan olduğuna görə ona Yaqub deyilmişdir. Yaqub Peyğəmbər yeniyetmə yaşlarında qardaşı Ays tərəfindən öldürülmə qorxusu ilə yaşamış, ondan qaçmaq üçün də gündüzlər gizlənib, gecələr yol getdiyinə görə ona İsrail adı verilmişdir. İshak əleyhissalam bir gün oğlu Həzrəti Yaquba Allahın onu peyğəmbər edəcəyini, onun nəslindən peyğəmbərlər çıxaracağını və eləcə də Kənanlılardan heç bir qadınla evlənməməsini, Fəddanda yaşayan dayısı Lebanın yanına getməsini, onun qızları ilə evlənməsini əmr etmişdi. Yaqub Peyğəmbər atasının vəsiyyətinə uyğun Fəddan bölgəsinə doğru yol almış, yolda olarkən Allah-u Teala ona peyğəmbərlik vəzifəsi ilə şərəfləndirib, ona getdiyi yerdə bir ibadət evi, Beytul Maqdisi inşa etməsini əmr etmişdir. Yaqub əleyhissalam dayısının yanına çatdığı zaman onun əvvəl böyük qızı Leyya ilə, daha sonra isə Rəhil ilə evlənmişdir. Leyyadan 4, Rəhildən isə Yusif və Bünyamin adında 2 oğlu olmuşdur. Yaqub Peyğəmbər Yusifi o biri oğlanlardan daha çox sevirdi. Yusifin də qardaşları ona qısqanclıqla yanaşırdılar. Belə olan halda Yaqub əleyhissalam Yusifi o biri oğlanlarından qorumalı idi. Günlərin bir günü Həzrəti Yusif bir yuxu görür. Bu yuxunu atasına danışdıktan sonra atası Yaqub Peyğəmbər onun yuxusunu yozdu və onu gözəl xəbərlərlə müjdələdi. Ancaq bununla yanaşı ona yuxusunu digər qardaşlarına danışmaması barədə də xəbərdarlıq etdi. Bu hadisə Quranda belə qeyd edilir. Bir zaman Yusif atasına demişdi, "Atacan, mən 11 ulduz və günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə edirlər." Atası dedi, "Can oğul, yuxunu qardaşlarına danışma, yoxsa sənə bir hilə qurarlar. Çünki şeytan insanın açıq-aşkar düşmənidir. Rəbbin səni seçib üstün tutacaq, sənə yuxu yozmağı öyrədəcək. Bundan əvvəl babaların İbrahimə və İshaqa neymətini tamamlayıb verdiyi kimi sənə və Yaqub nəslinə də tamamlayıb verəcək. Həqiqətən Rəbbim biləndir, hikmət sahibidir." Yusif Peyğəmbər yuxusunu atasına danışanda, atasının bunu qardaşlarına bildirməməsi məsələsində ona xəbərdarlıq etməsinin səbəbi, qardaşlarının təhlükəsizliyə təminat verməyən etibarsız davranışı idi. Yaqub Peyğəmbər elm sahibi, fərasətli bir insan olduğu üçün, oğlanlarının fitnə fəsad törətməyə meyilli olan xasiyyətini də və qısqanclığını da bilirdi. Onları çox yaxşı tanıdığı üçün Həzrəti Yusifə tələ qura biləcəklərini də zənn edirdi. Buna görə də Həzrəti Yaqub şeytanın düşmənçiliyinə diqqət çəkmiş və Həzrəti Yusifin təmkinli olmasını məsləhət görmüşdü. Yaqub Peyğəmbər Həzrəti Yusifə xəbərdarlıq etməklə haqlı iş görürdü. Çünki qardaşları onu
və kiçik qardaşlarını atalarına qısqanırdılar. İçlərindəki bu şiddətli qısqanclıq onları Həzrət Yusifə tələ qurmağa səbəb oldu. Bu da Həzrət Yusifin qardaşlarının İslam əxlaqından uzaq olmasının və onların mömin xarakter nümayiş etdirməməsinin başqa bir nümunəsidir. Onların qurduğu bu tələdən və Yusif Peyğəmbərə qarşı etdikləri hərəkətlərdən Quranda belə bəhs edilir. Bir zaman belə demişdilər: biz bir dəstə olduğumuz halda Yusif və onun qardaşı atamıza daha əzizdirlər. Həqiqətən atamız açıq-aşkar səhv edir. Yusifi öldürün və ya bir yerə atın ki, atanız mehrini yalnız sizə salsın. Ondan sonra isə əməli salih bir cəmaat olarsınız. Ayələrdən də aydın olduğu kimi, qardaşlarının Həzrət Yusifə tələ qurmasının ən böyük səbəbi qısqanclıq idi. Atalarının Həzrət Yusifi və qardaşını onlardan daha çox sevdiyini fikirləşmələri onların bu qısqanclığına gətirib çıxarmışdı. Onlar ancaq özlərinə sevgi bəsləməsini istəyirdilər. Onların say etibarilə çox olmalarına və bir-birinin dəstəkləmələrinə görə sevgiyə daha çox layiq olduqlarını düşünürdülər. Əlbəttə ki, bu çox böyük məntiqsizlikdir. Çünki Qurana görə möminlərin bir-birini sevməsinin yeganə ölçüsü təqvadır. Kim təqva yönündən üstündürsə, kim Allahdan çox qorxur və onun qoyduğu sərhədləri çox diqqətlə qoruyursa, möminlər təbii olaraq ən çox həmin adamı sevərlər. Möminlərin sevgi anlayışı bu şəkildədir. Aydındır ki, Yaqub Peyğəmbər də oğlanlarına sevgi bəsləyərkən bunu ölçü olaraq qəbul etmişdi. Həzrət Yusif də digər qardaşlarından daha çox təqvalı və gözəl əxlaqlı olduğu üçün atasının onu digərlərinə görə çox sevməsi təbiidir. Lakin Həzrət Yaqubun digər oğlanları bu düşüncəyə sahib olmadığı üçün atalarının Həzrət Yusifə və kiçik qardaşlarına olan sevgisini də başa düşməmişdilər. Allahdan qorxan, axirətdə hesab verəcəyinə inanan, Allahın onu hər an eşitdiyini və gördüyünü bilən bir insanın Allahın haram qıldığı belə bir hərəkətə yol verməyəcəyi, bunu hətta ağlından da keçirməyəcəyi çox aydın məsələdir. Ancaq bu insanlar atalarının onları sevməsinə çalışmaq ya da qısqanclıq hisslərini boğmaq üçün çarəni Həzrət Yusifi öldürməkdə yaxud da bir yerə atıb onu tərk etməkdə görmüşdülər. Ayənin axırında isə Allahın ən çətin anında Həzrət Yusifə kömək etdiyi, aralarından bir-birinə onu öldürməyin əvəzinə quyuya atmaq fikrini təlqin etdiyi xəbər verilir. Bir başqası belə dedi: Yusifi öldürməyin, onu bir quyunun dibinə atın. Əgər belə etsəniz, yol keçənlərdən biri onu götürər. Burada bir məsələni də xatırlatmaq lazımdır ki, Həzrət Yusifin ölümünə mane olan, onu quyuya atmaq fikrini ortaya ataraq, onun yaşamağını təmin edən qardaşı deyil, Allahdır. Allah istəməsəydi, qardaşı onu quyuya atmaq fikrini ağlına gətirə və belə bir fikri irəli sürə bilməzdi. Ancaq Həzrət Yusifin taleyində əvvəlcə öldürülməsinin planlaşdırılması, sonra da bu fikirdən daşınaraq quyuya atılması vardır. Buna görə də qardaşı belə bir fikrə gəlmişdi. Yoxsa xalq arasındakı yanlış taley anlayışında olduğu kimi, taleyin dəyişməsi kimi bir vəziyyət qətiyyən olmamışdır. Yusif Peyğəmbərin taleyi bütün bir incəlik və təfərrüatları ilə birlikdə yaradılmışdır. Qardaşlarının onu öldürməməsi də onların pozulmuş bir planıdır. Ancaq
o planı da lap əvvəldən pozulmuş şəkildə yaradan Allahdır. Həmçinin Allah bu planı o elə uşaq yaşda ikən gördüyü yuxu vasitəsilə Həzrət Yusifə bildirmişdir. Həzrət Yusifin həyatı da Allahın bildirdiyi bu yuxunu təsdiq edəcək şəkildə cəryan etdi. Allah bəzən istədiyi bəndələrinə bu cür qeybi xəbər verə bilər. Allahın qeybi xəbər verməsinin və hadisələrin də bu cür həyata keçməsinin sirri bizim üçün qeyb olan hər şeyin Allah dərgahında əzəldən müəyyən edilmiş, yaşanmış və bitmiş olmasıdır. Qeyb insanlar üçün var. Zamandan və məkandan uzaq olan Allah isə hər şeyi yaradan və biləndir. Allah Quranda Həzrəti Yaqubun oğlanlarının öz aralarında Həzrəti Yusifə qarşı şeytani plan hazırladığını və bunu tətbiq etməyə başladığını xəbər verir. Planlarını həyata keçirmək üçün əvvəlcə atalarından Həzrəti Yusifi onlarla birlikdə göndərməsi üçün icazə istədilər. Atalarının onlara güvənmədiyini bildikləri üçün onu razı salmağa çalışdılar. Onlar dedilər, ata, biz Yusifin xeyrxahları olduğumuz halda sən nə üçün onu bizə etibar etmirsən? Sabah onu bizimlə birlikdə göndər, qoy oynayıb əylənsin, gözü könlü açılsın, biz onu mütləq qoruyacağıq. Ayənin ifadəsində də aydın olduğu kimi, ataları Həzrəti Yusifi göndərmək istəməmişdir. Hətta onlara güvənmədiyini hiss etdirmişdi ki, oğlanları da tez özlərini müdafiə etməyə çalışmışdılar. Həzrəti Yusifin yaxşılığını istədiklərini söyləmişdilər. Lakin Həzrəti Yaqub bütün bu planlardan xəbərdar idi və ona görə də çox qorxurdu. Dedi, onu aparmağınız məni çox məyus edər. Qorxuram ki, onu qurd yeyə. Siz də xəbər tutmayasınız. Onlar, biz güclü bir dəstə ola-ola, qurd onu yesə, onda biz aciz olarıq ki, deyə cavab verdilər. Yaqub Peyğəmbər oğlanlarına etibar etmədiyi və onların Həzrəti Yusifə pislik edə biləcəklərini təxmin etdiyi üçün bu etimadsızlığını açıq-aşkar söylədi. Onların Həzrət Yusifə bir pislik edəndən sonra da yalan və bəhanə ilə qarşısına çıxacaqlarını təxmin etmişdi. Onlar isə bu fikrə qətiyyətlə qarşı çıxırdılar. Belə bir şeyin ola bilməyəcəyini atalarına qəbul etdirməyə çalışırdılar. Bu da münafiq xarakterli insanların çətin vəziyyətə düşəndə istifadə etdiyi bir üsuldur. Həmçini qissənin ardında onların sözlərində səmimi olmadıqları aydın olur. Onlar axşamüstü ağlaya-ağlaya atalarının yanına gəldilər və dedilər, ata, biz bir-birimizlə yarışmaq üçün getmişdik və Yusifi şeylərimizin yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir. İndi biz doğru danışsaq da sən bizə inanmayacaqsan. Göründüyü kimi hadisələr tamamilə Yaqub Peyğəmbərin gözlədiyi şəkildə inkişaf etmişdi. Həzrəti Yusifin qardaşlarının davranışı atalarının onlardan şübhələnməməsinin səbəbsiz olmadığını göstərir. Ağlayaraq gəlmələri də onların mənfi davranışının bir təzahürüdür. Həmçinin belə aciz bir hərəkət mömin insanın etməyəcəyi hərəkətdir.
Möminlər hər şeydə bir xeyir və hikmət olduğunu bildikləri üçün başlarına nə gəlirsə gəlsin, yenə də ağlamaq və dərdlənmək kimi bir acizliyə məruz qalmazlar. Həzrəti Yusifin qardaşlarının ağlaması münafiq xarakterli insanların edəcəyi növdən olan bir ağlamaqdır. Göz yaşından silah kimi istifadə edərək qarşı tərəfi öz yalanlarına inandırmağa çalışmaq münafiqlərin şeytani üsullarından biridir. Bununla özlərini yazıq vəziyyətə salıb aciz kimi göstərməyə çalışırlar. Etibarlı insanlar olmadıkları halda özlərini etibarlı insan cildinə salmağa səy göstərirlər. Bu, hər dövrdəki münafiq xarakterli insanların dəyişməsi xüsusiyyətidir. Həmçinin, Həzrət Yusifin qardaşları da kiçik bir uşağı quyunun dərinliklərinə atarkən heç bir vicdan əzabı çəkməmişdilər. Ancaq bu hərəkətlərin cavabını vermək məsələsində ağlayaraq atalarının yanına gəliblər. Beləliklə, qeyri-səmimi olmaları və etdiklərini örtbasdır etmək istəmələri bu ayələrdən çox aydın şəkildə görünür. Həzrəti Yusif bu hadisələrə məruz qalarkən Allahın hər an yanında olduğunu, onu da fənd işlədən qardaşlarını da eşitdiyini və gördüyünü bilirdi. Allah Həzrət Yusifə belə vəhy etmişdi. Onu götürüb apararkən quyuya atmaq üçün sözü bir yerə qoydular. Biz, sən onlara özlərinin bu işi barəsində heç gözləmədikləri halda xəbər verəcəksən, deyə vəhy etdik. Bu ayədə iki məsələdə diqqəti cəlb edir. Birincisi, qardaşları Həzrət Yusifi quyuya atarkən birlikdə hərəkət etdilər. Bəlkə də bununla hamısının məsuliyyət daşıdıqlarını fikirləşmirdilər. Halbuki bu çox təhlükəli məntiqdir. Əksinə onların bu davranışı hamının eyni vicdansızlığa şərik olmasının sübutudur. Aralarından vicdanlı bir nəfər də çıxmadı. Bu vəziyyətin işarə etdiyi başqa bir nəticə isə münafiqlərin möminlər əleyhinə birlikdə hərəkət edə biləcəyi toplu üsyan hərəkətlərinin başlamağa əlverişli bir topluluq olmalarıdır. Bundan başqa, yuxarıdakı ayədə Yusif Peyğəmbərin ən çətin vəziyyətində Allahın vəhy yolu ilə ona kömək etdiyi də görünür. Üstəlik Allah Həzrəti Yusifə gələcəkdən xəbər vermişdir. Bu isə bir möcüzə idi. Həzrəti Yusifin quyudan necə xilas olması Quran-ı Kərimdə bu ayə ilə xəbər verilir. Nəhayət bir dəstə müsafir gəlib suçularını göndərdilər. Suçu qabını quyuya salan kimi müjdə, bu bir oğlandır dedi. Onlar satlıq bir şey kimi gizlədib saxladılar. Allah onların nələr etdiyini biləndir. Həzrət Yusifin quyuya atıldığı anda, quyudan qurtulduğu vaxt da əslində həmişə taleyinə yazılmış hadisələr baş verir. Heç bir şeyi taleyinə yazılandan fərqli şəkildə gerçəkləşə bilməz. Buna görə də Həzrət Yusif quyuya atılandan sonra ora hansı karvanın gələcəyi və gedəcəyi yer, karvandakıların necə insanlar olması Həzrət Yusifin elə anadan olmamışdan əvvəl Allahın dərgahında məlum idi. Bu mühüm həqiqəti dərk edən möminlər buna görə də başlarına gələn hadisələr qarşısında çox təvəkküllüdür. Yuxarıdakı ayədən aydın olduğuna görə Həzrət Yusifi quyudan tapan və onu qurtaran karvan onu sata biləcəyini fikirləşərək bundan bir ticari qazanc məqsədi güdmüşdülər. Çünki həmin dövrdə Misir və ətrafında quldarlıq quruluşu mövcud idi. İnsanlar qul ticarəti ilə məşğul olurdular. Xüsusilə də uşaqları alıb satırdılar. Karvandakıların Həzrəti Yusifi tapanda bir-birini müjdələməsinin səbəbi də budur. Buna görə də Həzrət Yusifə gəlirli bir şey kimi baxmamaları da təbidir. Ayənin davamında ona elə də əhəmiyyət vermədikləri və ucuz qiymətə satdıqları bildirilir.
onu ucuz bir qiymətə, bir neçə dirhəmə satdılar və tamah göstərmədilər. Əslində bunun belə olması çox hikmətlidir. Çünki əgər ona dəyər versəydilər, onun seçkin bir insan olduğunu, peyğəmbər olduğunu bilsəydilər, bəlkə də ona pislik etmək, ziyan vurmaq istəyərdilər. Bundan xəbər tutan digər inkarçılar da Həzrət Yusifə zərər vura bilərdilər. Həzrət Yusifə əhmiyyət verməyərək bir qul, kölə kimi satmaları, ondan maddi qazanc əldə etmək istəmələri onun üçün çox xeyirli olmuşdur. Həzrət Yusif hekayətindəki bir hikmət inkarçıların ənənəvi bir davranışını göstərir. Belə ki, inkarçıların möminləri dəyərsiz görməsinin, əhmiyyətsiz və təsirsiz insanlar kimi qəbul etməsinin də möminlər üçün əslində böyük bir faydası olmasına bir işarədir. Burada diqqət cəlb edən başqa bir məsələ də var. Məlum olduğu kimi Yusif peyğəmbər fövqəladə gözəlliyi ilə tanınan bir peyğəmbər idi. Lakin göründüyü kimi qul tacirlərinin əlinə düşəndə bu gözəlliyi diqqəti cəlb etməmişdi. Onun nə dərəcədə qiymətli insan olduğunu da başa düşməmişdilər. Onu tapanlar ancaq bir uşaq deyə onu təqdim etmiş və tanıtmışdılar. Şübhəsiz ki, həmin dövrdə Allah onun gözəlliyini bir hikmətə və xeyrə uyğun olaraq gizlətmişdi. Bu Allahın ona başqa bir yardımından, onu bir başqa cür qorumasından ibarət idi. Bu ayədə belə xəbər verilir. Misirdə satın alan öz zövcəsinə belə dedi: ona hörmət et, yaxşı bax, ola bilsin ki bizə fayda versin və ya onu oğulluğa götürək. Beləliklə Yusifi o yerdə Misirdə yerləşdirdik, həm də ona sözləri yozmağı öyrətdik. Allah öz işində qalibdir, lakin insanların əksəriyyəti bunu bilməz. Allah Həzrət Yusifi onu satın alan Misirlilərin əli ilə qorumuş, ona gözəl baxılmasını və böyüməsini təmin etmişdir. Bununla da onu Misirdə yerləşdirmişdir. Onu satan alan insan Həzrət Yusifi xanımına əmanət edərkən onun haqqında şəfqətli və mərhəmətli bir davranış tərzi sərgiləmiş, ona yaxşı baxılmasını tövsiyə etmişdir. Hətta Həzrət Yusifdən özlərinə fayda gələcəyini də ümid etmiş və onu oğulluğa götürməyi də düşünmüşdür. Əslində bu da Allahın Yusif peyğəmbərə kömək və dəstəyinin, şəfqət və mərhəmətinin bir dəlilidir. Quyuya atılanda bir çox təhlükələrlə qarşılaşdığı halda Allah onu qurtarmış, onu Misirdə rahat olacağı yaxşı bir yerdə yerləşdirmişdi. Bütün bunlar Allahın onun üzərindəki nemətlərindən idi. Bundan başqa Allah Həzrət Yusifə öz dərgahından bir elm bəxş edərək ona sözlərin yozumunu öyrətmişdi. Şübhəsiz ki, bu Allahın istədiyi bəndələrinə nemət olaraq verdiyi çox böyük bir qabiliyyət və lütf idi. Bir ayədə Allah bu məsələ ilə bağlı bunları bildirir. Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş etmişsə, ona çoxlu xeyir vermişdir. Beləliklə Həzrət Yusif Misirli əzizin yanında yaşamağa başlayır. Allah ona sözlərin yozumunu öyrətməklə yanaşı, yetkinlik yaşına çatanda hökm və elm də verir. Ayədə qeyd edilən hökmdə məqsəd hakim olmaq, Allahın kitabına uyğun və ədalətli qərar verə bilmək xüsusiyyətidir. Elm isə kitabın bilgisi ya da əsas bilgi deyə biləcəyimiz hər şeyin astarının, pərdə arxasının fərqində olmaq bilgisi ola bilər. Ən doğrusunu isə Allah bilir.
Bu Allahın Yusif peyğəmbəri seçməsinin və onu əxlaq yönündən neymətləndirməsinin bir təzahürüdür. Bu həqiqətən Quranda belə bəhs edilir. Ən yetkin dövrünə çatdıqda ona hikmət və elm verdik. Biz yaxşı işlər görənləri belə mükafatlandırırıq. Ancaq Həzrət Yusif yetkinlik çağına gələndə evində qaldığı qadın, yəni Əzizin xanımı Həzrət Yusifdən ayənin ifadəsi ilə desək murad almaq istədi. Bunun üçün hər cür şəraiti hazırlamışdı. Qapıları bağladı və Həzrət Yusifə uyğun olmayan bir arzusunu gerçəkləşdirmək istədi. Həzrət Yusifin burada verdiyi cavab iffətli bir möminin nümunəvi davranışıdır. Xüsusilə ayədə xəbər verildiyi kimi, o da qadına arzulasa da, belə haram bir hərəkət etməkdən imtina edərək Allaha sığınmışdı. Allahın rizasına zidd olan belə çirkin bir hərəkətə qətiyyən qol qoymamışdır. Həmin vəziyyətdə də vəfalı və gözəl davranış nümayiş etdirmiş, qadına Əzizi xatırlatmışdı. Ərinin ona yaxşı baxdığını və onu razı saldığını qadının yadına salmışdır. Qadına zalimların qurtulmayacağını dərhal deyərək bunun əzazlı bir davranış olacağını söyləmişdir. Bütün bunlar ayələrdə bu cür xəbər verilir. Evində olduğu qadın tovlayıb yoldan çıxarmaq istədi və qapıları bağlayaraq, "Di gəlsənə" dedi. Yusif isə, "Mən Allaha sığınıram, axı o sənin ərin mənim ağamdır, o mənə yaxşı baxır, həqiqətən zülm edənlər nicat tapmazlar" deyə cavab verdi. Doğrudan da ona meyil salmışdı. Əgər Rəbbinin dəlilini görməsəydi, ona meyil edərdi. Biz pisliyi və biabırçılığı ondan sovuşturmaq üçün belə etdik. O həqiqətən bizim sadiq bəndələrimizdəndir. Bu ayədən də aydın olduğu kimi, Həzrət Yusif zinanın Allah dərgahında haram edildiyini bilir. Buna görə də harama yaxınlaşmamış və qadından qaçmağa çalışmışdır. Allahın Həzrət Yusif üçün işlətdiyi, o da ona meyl salmışdı ifadəsi bizə imtihanın mühüm bir sirrini öyrədir. Bir möminin nəfsinin dinən haram buyurduğu şeylərə meyl etməsi mümkündür. Əsas məsələ möminin bu istəyə boyun əyməməsi və Allahın sərhədlərini aşmamaq üçün iradəli hərəkət etməsidir. Əgər nəfsin istəkləri olmasaydı, onda imtihan da olmazdı. Hadisələrin gedişatı ayələrdə bu şəkildə bildirilir. Hər ikisi qapıya tərəf qaçdı. Qadın onun köynəni arxadan cırdı. Onlar qapının ağzından ağası ilə rastlaşdılar. Qadın dedi, "Sənin ailənə pislik etmək istəyənin cəzası yalnız zindana salınmaq ya da şiddətli bir əzaba düçar edilməkdir." Bu hadisədən sonra Yusif peyğəmbərin bir mənada iffətli, zinadan çəkinən davranışlarına baxmayaraq, qadın hirsinə görə Həzrət Yusifə böhtan atmışdı. Vəzir olan ərinə Yusif peyğəmbərin ona pis niyyətlə yaxınlaşdığını söyləmiş, ən pisi isə günahsız yerə zindana atılması yaxud da çətin işgəncə ilə əzab verilməsi kimi iki variantdan biri ilə cəzalandırılmasını tələb etmişdi. Bu vəziyyət qadının Allahın xofundan məhrum və zalım bir xarakterə sahib olmasının aşkar təzahürü idi.
Ancaq iftira atıb onun haqsız yerə cəzalandırılmasını istəməsi də zalımlığın başqa bir sübutudur. Həzrəti Yusif isə onun bu iddialarına belə cavab vermişdi. Yusif dedi, o məni tovlayıb yoldan çıxarmaq istədi. Bir şahid belə şəhadət verdi. Əgər köynəyi öndən cırılmışsa, qadın doğru deyir, o isə yalancılardandır. Yox, əgər onun köynəyi arxadan cırılıbsa, qadın yalan deyir. O Yusif isə doğru danışanlardandır. Bu vəziyyətdə qadının Həzrəti Yusifin köynəyini arxadan cırması əslində Yusif Peyğəmbərin qapıya tərəf qaçmasının, qadının isə onu qovmasının dəlilidir. Ayədə də bildirildiyinə görə Həzrəti Yusifin doğruluğu sübut olunmuşdur. Onun köynəyinin arxadan cırıldığını gördükdə dedi, bu sizin məkirlərinizdəndir. Doğrudan da sizin məkriniz böyükdür. Ey Yusif, sən bu işi açıb ağartma. Sən də ey qadın, günahına görə bağışlanmanı dilə. Çünki sən həqiqətən günah edənlərdənsən. Əziz Həzrəti Yusifin haqlı olduğunu vicdanlı şəkildə başa düşmüş və bunun xanımının bir məkri olduğunu söyləmişdi. Yuxarıdakı ayələrdə qeyd edilən diyaloqlar Əzizin xanımı ilə müqayisədə daha vicdanlı olmasının dəlilidir. Lakin hadisə bununla bitməmişdir. Quranda hadisələrin sonraki inkişafından belə bəhs edilir. Şəhərdəki qadınlar dedilər, vəzirin övrəti cavanı tovlayıb yoldan çıxarmaq istəyir. Məhəbbəti onun bağrını qan etmişdir. Biz onun açıq-aşkar yoldan çıxdığını görürük. Şəhərdəki qadınlar bu hadisədən sonra öz aralarında vəzirin xanımını qınamış, günahkarın Həzrəti Yusif deyil, vəzirin xanımı olduğunu başa düşmüşdülər. Əzizin xanımı cəmaatın onun haqqında mənfi fikirdə olmasından və bu məsələni danışmasından narahat oldu. Həmçinin Allahın razılığını deyil, insanların razılığını qazanmağı qarşılarına məqsəd qoyan insanlar cəmaatın nəzərində alçalmaqdan, onların haqqında mənfi bir imic formalaşmasından çox çəkinirdilər. Xəlvət etdikləri günahlarını insanların bilməsi, Allahdan qorxmayan bu tip insanların ən çox çəkindiyi hadisələrdəndir. Əzizin xanımının da narahat olduğu məsələ bu idi. Əzizin xanımı onun haqqında söz-söhbət gəzdiyini başa düşəndə, bunu edən qadınlara qarşı bir plan hazırladı. Burada məqsədi onun Həzrəti Yusifdən öz mənfi istəyini gerçəkləşdirmək arzusunda güya haqlı olduğunu göstərməsi idi. Çünki Yusif Peyğəmbər fövqəladə gözəl bir insan idi. Həmçinin digər qadınlar Həzrəti Yusifin gözəlliyi qarşısında heyrətə düşmüşdülər. Qadın gizli dedikodularını eşitdikdə onlara xəbər göndərib ziyafətə dəvət etdi. Onlar üçün gözəl bir məclis düzəltdi. Onların hər birinə bir bıçaq verdi. Sonra Yusifə, onların qarşısına çıx deyə əmr etdi. Qadınlar Yusifi gördükdə onu həddindən artıq təriflədilər və əllərini kəsdilər. Onlar, aman Allah, bu ki bəşər deyildir, bu ancaq əziz olan bir mələkdir dedilər. Qadınlar onun gözəlliyini fövqəladə bəşər bir gözəllik kimi yozmuş, hətta mələklər olduğunu da iddia etmişdilər. Yadınızdadırsa, Həzrəti Yusif kiçik yaşlarında ikən
Allah onun cəlbedici gözəlliyini insanlardan gizlətmiş, bununla da onu insanların zərərindən qorumuşdu. Lakin vaxt ötüb, Həzrət Yusif yetkinlik dövrünə çatanda onun gözəlliyi hamının diqqətini özünə cəlb etməyə başlamışdı. Şübhəsiz, bu təfərrüatların hər birində mühüm hikmətlər gizlənir. Hadisənin gedişatında olayların bu cür cəryan etdiyi xəbər verilir. Qadın belə dedi: "Bu məni qınadığınız, mən onun olmaq istədim, o isə imtina etdi. Əgər əmrimi yerinə yetirməzsə, sözsüz ki zindana atılacaq və zillətə düşənlərdən olacaq." Aydın olduğu kimi qadın əslində özünün günahkar olduğunu, Həzrət Yusifin isə namusunu qorumaq istədiyini etiraf etmişdi. Ancaq insan izdihamının gözü qarşısında eyni çirkin təklifləri təkrar etmiş, Həzrət Yusifə istəyini yerinə yetirməyi əmr etmiş, hətta dediklərini etmədiyi təqdirdə Həzrət Yusifi zindana attırmaqla qorxutmuşdu. Elə bundan da qadın nə dərəcədə zalım və çirkin bir əxlaq sahibi olduğu aydın olur. Qadın bəlkə də Misirdəki mövqeyinə, zənginliyinə və bəlkə də Həzrət Yusifin onun qulu olmasına güvənərək onu haram iş tutmağa məcbur edirdi. Bu, çox namussuz bir təklif idi. Əzizin xanımı heç kimdən çəkinməyərək hər kəsin gözü qarşısında bu çirkin təklifini təkrar etmişdi. Bu onun həm dinsizliyini, həm də onu seyr edən qadınların dini həyat məsələsində nə qədər etinasız olmalarının dəlilidir. Çünki heç bir mömin qadın harama əsla qol qoymayacağı kimi heç biri də bu cür əxlaqsızlığa seyirci qala bilməz. Qissədə haqqında bəhs edən bu qadınlar vəzirin xanımının təhdidlərinə qarşı da səslərini çıxarmır və onun etdiyi çirkinliklərə göz yumurdular. Quranda Misirli əzzin də aşkar dəlilləri gördüyü halda Həzrət Yusifin zindana atılmasına etiraz səsini çıxarmadığı, xanımının da eyni ilə Yusif Peyğəmbərin zindanda qalmasına göz yumduğu xəbər verilmişdi. Burada da aydın olduğu kimi, mömin olmayan insanlar həmişə öz məsləkdaş və tərəfdarlarının yanında olurlar. Tələ qurularkən də seyr edib səslərini çıxarmırlar. Həmçinin yuxarıdakı ayədə şəhərdəki qadınların da hiləyə şərik olub susmağa üstünlük verməsinin şahidi oluruq. Hətta Əzzin xanımı etiraf etsə də, oradakılardan heç biri Həzrət Yusifi müdafiə etməmişdir. Hamısı heç bir günahı olmayan, çox gözəl əxlaqa malik bir insanın zindana atılmasını sadəcə seyr etmişdi. Burada diqqəti cəlb edən başqa bir məsələ isə Həzrət Yusifin səmimiyyəti idi. Belə bir şəraitdə dərhal Allaha sığınmış və çox səmimi olaraq düşüncələrini Allaha söyləyərək ondan kömək istəmişdir. Həzrət Yusifin üslubunda çox böyük bir səmimiyyət və ixlas hakim idi. Yusif dedi: "Ey Rəbbim, mənim üçün zindan bunların məni sövq etdikləri iş görməkdən xoşdur. Əgər onların hiləsini məndən dəf etməzsən, mən onlara meyl edər və cahillərdən olaram." Rəbbi duasını qəbul buyurub, qadınların məkrindən qurtardı. Həqiqətən o eşidəndir, biləndir. Hadisənin bir hissəsində ən diqqət çəkici ünsür də şübhəsiz ki, qadınların hilə qurmağa daha meyilli və əlverişli olmasıdır. Xüsusilə möminlərin bu tipli məsələlərdə cahiliyyə qadınlarına qarşı diqqətli olması lazımdır.
Çünki onlar haram halal kimi məsələlərə etinasız olduğu və Allahın qoyduğu sərhədlərə qarşı da heç bir məsuliyyət daşımadığı müxtəlif səbəblərə görə bəzən qürurlarına, bəzən nəfslərinə tabe olmaları, bəzən də möminlərə mane olmaq üçün mömin kişilərə qarşı bu cür hilələr qura bilərlər. Filmin əvvəlində də seyr etdiyimiz kimi, Əzizin xanımı Həzrəti Yusifdən mənfi istəyini yerinə yetirmək istəyənin elə özü olduğunu şəhərdəki qadınların gözləri qarşısında qəbul etmiş, Həzrəti Yusifin isə onun bu təklifini rədd etdiyini etiraf etmişdi. Əziz də eyni qənaətdə idi. Xanımına Allahdan bağışlanmasını istəməsi söyləyərək onun günahkarlardan olduğunu yadına salmışdır. Yəni bu hadisənin şahidi olanların və ya onu eşidənlərin hamısı Həzrəti Yusifin günahsız olduğunu, əsl günahkarların isə qadın olduğunu bilirdi. Ancaq bütün bunlara baxmayaraq onlar vicdansız bir qərar vermiş, Həzrəti Yusifi zindana atmışdılar. Yusifin günahsız olduğunu sübut edən dəlilləri gördükləri halda yenə də onu bir müddət zindana salmaq qərarına gəldilər. Burada ən diqqət çəkici məsələ bir insanın günahsız olduğu halda həbsə atmalarıdır. Həzrəti Yusifin bu cür haqsız yerə zindana salınması həmin dövrdə Misirdə ədalətsiz bir sistemin mövcud olduğunu göstərdiyi kimi, cəmiyyətdə həm də əxlaqi yöndən pozğunluğun yaşandığına işarə edir. Quranda Həzrəti Yusiflə birlikdə iki gəncin də zindana salındığı və bu cavanların Həzrəti Yusifdən yuxularının yozumunu soruşduqlarını bildirir. Onunla birlikdə iki cavan oğlan da zindana atıldı. Onlardan biri dedi: "Mən yuxuda gördüm ki, şərab sıxıram." Digəri isə belə dedi: "Mən gördüm ki, başımın üstündə çörək aparıram. Quşlar da ondan yeyir. Gəl bu yuxunu bizə yoz. Biz həqiqətən sənin yaxşı adamlardan olduğunu görürük." Həzrəti Yusifin həbsxana yoldaşları onun etibarlı və yaxşı bir insan kimi qəbul etmiş, bu məqsədlə yuxularının yozumunu da ondan soruşmuşdular. Həzrəti Yusif də onların suallarına cavab vermişdi. Ancaq aşağıdakı ayələrdən də aydın olacağı kimi, bunu edərkən çox məntiqli hərəkət etmişdi. Söhbətin gedişatını özü istədiyi kimi istiqamətləndirmiş, onların maraqlandığı mövzulardan əvvəl daha mühüm saydığı məsələlərdən bəhs etmişdi. Belə cavab verdi: "Yeyəcəyiniz taam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Mən Allaha inanmayan və axirəti də inkar eləyən bir tayfanın dinini tərk etdim. Mən ata-babalarımın İbrahim, İshaq və Yaqubun dininə tabi oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. Bu Allahın bizə və insanlara bəxş etdiyi nemətdir. Lakin insanların əksəriyyəti şükür etməz. Ey mənim iki zindan yoldaşım! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa bir olan, qadir olan Allah? Allahdan qeyri ibadət etdikləriniz sizin və atalarınızın özünüzdən uydurub qoyduğunuz adlardan başqa bir şey deyildir. Allah isə onlara heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız onun özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur. Lakin insanların əksəriyyəti bu həqiqəti bilməz."
Ayədən də göründüyü kimi Həzrəti Yusif onlara şirk sisteminin pisliyini və tövhidi anlatmışdı. İçində yaşadıkları cahiliyyə sisteminin mənasızlığından onlara bəhs etmiş və onlara ancaq Allaha qul olmasını nəsihət etmişdi. Həzrəti Yusif bunu onlara başa salarkən özündən əvvəlki peyğəmbərlərdən də misallar gətirmişdi. Onların hamısının eyni haqq din üzərində olduğunu xatırlatmışdı. Həzrəti Yusifin bu metodu müsəlmanların dini insanlara çatdırarkən istifadə edə biləcəyi çox mühüm metoddur. Onların bu mövzuda danışmasını fürsət bilərək, əvvəlcə onlara danışmaq istədiklərini söyləmiş, sonra da onların suallarına cavab vermişdi. Yalnız bütün bunlar qurtaranda onların soruşduğu suallara cavab verərək yuxularının yozumunu söyləmişdi. Ey iki zindan yoldaşım! Sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq. Quşlar da onun başından yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir. Bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi kimsəyə dedi: ağanın yanında məni də yada sal. Lakin şeytan ona ağasının yanında yada salmağı unutturdu və buna görə də Yusif bir neçə il zindanda qaldı. Göründüyü kimi hadisələr tamamilə gözlənilməz şəkildə inkişaf edir. Beləliklə də illərlə zindandan yaddan çıxarılan Yusif Peyğəmbər yada düşürdü. Əslində, alın yazısında Yusif Peyğəmbərin ancaq uzun illərdən sonra bu səbəblə yada düşəcəyi yazılmış, buna görə də hadisələr buna uyğun olaraq cəryan etmişdi. Hökmdara o qarmaqarışıq bir yuxu görən, yuxunu göstərən, onun bu yuxusunun yozumu ilə maraqlanmasını ilham edən, heç kimin bu yuxunu yoza bilməməsinə icazə verməyən zindan yoldaşının yadına Həzrəti Yusifi salan məsallahdır. Allah hər şey əvvəlcədən alın yazısında qeyd edib planlaşdırmışdır. Bu hadisənin davamı Quranda belə vardır. Zindana gəlib dedi: Yusif, ey doğru danışan adam, bizim üçün bir yoz görək. 7 arıq inək 7 kök inəyi yeyir, 7 yaşıl sümbül, 7 də quru sümbül. Bəlkə mən adamların yanına qayıda bilim, bəlkə onlar da bilsinlər. Yusif Peyğəmbər də ona yuxunu belə yozmuşdu. Belə cavab verdi: 7 il adətiniz üzrə əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyiniz isə sümbüldə saxlayın. Sonra bunun ardınca 7 il quraqlıq olacaq. Onda əvvəlcədən həmən illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar saxlayarsınız. Daha sonra insanların bol yağış görəcəyi bir il gələcək. Onda da adamlar şirəsini sıxacaqlar. Hökmdar Həzrəti Yusifin yuxunu yozduğunu öyrənən kimi onu yanına çağırmışdı. Hökmdarın göndərdiyi elçi bu məqsədlə Həzrəti Yusifin yanına gələndə Yusif Peyğəmbər bunu tez qəbul etməyin əvəzinə yenə çox ağıllı hərəkət etmişdi. Haqsız olaraq zindanda yatdığının, böhtan atıldığının bilinməsi və həqiqətləri ortaya çıxması üçün elçinin məsələsini yenidən araşdırılmasını təmin edə bilmək üçün bəzi suallarla yenidən hökmdarın yanına göndərmişdi.
əllərini kəsən qadınların danışdırılmasını istəmişdi. Çünki onlar Həzrəti Yusifin günahsız olduğunu və Əzizin xanımının namussuzluğunu şahid olmuşdular. Onların hamısı öz gözləri ilə buna şahid idilər. Lakin bundan əvvəl onların şahid kimi dindirilməsi üçün əlverişli imkan olmamışdı. Buna görə də Həzrəti Yusif bu fürsəti yaxşı dəyərləndirdi. Bu hadisə ayədə belə xəbər verilir. Hökümdar, onu mənim yanıma gətirin dedi. Elçi Yusifin yanına gəldikdə o, ağanın yanına qayıdıb soruş ki, əllərini kəsən o qadınların məqsədi nə idi? Həqiqətən Rəbbim onların məkrini biləndir. Həzrəti Yusifin bu sualından sonra hökümdar qadınları yığaraq hadisənin necə baş verdiyini soruşmuşdu. Hökümdar soruşdu, Yusifi tovlayıb yoldan çıxarmaq istəməkdə məqsədiniz nə idi? Qadınlar, Allah eləməsin, biz onun barəsində pis bir şey bilmirik deyə cavab verdilər. Vəzirin xanımı da dedi, artıq indi həqiqət bəlli oldu. Yusifi tovlayıb yoldan çıxarmaq istəyən mən idim. O şübhəsiz doğru danışanlardandır. Beləliklə illər ötəndən sonra da olsa, həqiqətlər ortaya çıxmışdı. Qadınların Həzrəti Yusifə qarşı tələ qurduğu, qadının çirkin təklifinin əvəzində Həzrəti Yusifin namuslu hərəkət etdiyi aydın oldu. Həzrəti Yusifin günahsız olması gün kimi aydın olsa da, onun illərlə zindanda qalması bir əksiklik idi. Onun yaşadığı hər an Allah dərgahında planlaşdırılmışdı. Bu plan çox böyük mərhəmət idi. Zindanda qalmaq, Həzrəti Yusifin mənəvi olaraq təliminə, dərinləşməsinə və yetişməsinə səbəb olmuşdu. Həzrəti Yusif zindanda olarkən bir başqa xeyirli məsələ də baş vermişdi. Allah Misirdəki şəraiti onun iqtidara gəlməsi üçün hazırlanmışdı. Hadisələrin gedişatına baxanda qadınların həqiqəti etiraf etməsindən sonra Həzrəti Yusifin vasitəsilə bunları söylədiyi görünür. Yusif dedi, bu etiraf etdirməyimin ona görədir ki, vəzir evdə olmadıqda mənim ona xəyanət etmədiyimi və Allahın xainlərin hilələrinə yol vermədiyini bilsin. Mən özümü təmizə çıxarmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işlər görməyi əmr edər. Həqiqətən Rəbbim bağışlayandır, rəhm edəndir. Burada diqqəti cəlb edən məsələ Həzrəti Yusifin yenə ətrafındakılarına Allahı xatırlamasıdır. Allahın xəyanətkarların hiləgər fəndlərini uğura düçar etmədiyini söyləməklə əslində daxilən bu hadisəni aşkarlayanın Allah olduğunu da söyləyir. Bu isə mühüm bir məsələdir. Çünki Həzrəti Yusifin başına gələn hadisə və böhtanların aydınlaşması ancaq Allahın izni ilə baş vermişdir. Hökümdar və insanlar həqiqəti Allahın istədiyi vaxt və Allahın istədiyi şəkildə öyrənmişdilər. Allahın təqdir etdiyi alın yazısı əsla dəyişməz. Bu hadisələrin baş verməsi ən xeyirli və ən gözəli idi.
Hökümdarın həqiqətləri öyrənməsindən sonra Həzrəti Yusif üçün yeni bir dövr başlamışdı. Hökümdar elçilərə Həzrəti Yusifi yanına gətirməyi əmr etdi. Həzrəti Yusif gələndə isə ona öz yanında mühüm bir vəzifə verdi. Onu etibar etdiyi müşaviri etdi. Bu məsələ Quranda belə xəbər verilir. Hökümdar dedi, Yusifi yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm. Sonra onunla söhbət etdikdə, sən bugündən yanımda mövqe sahibisən, etibarlı bir şəxssən dedi. Yusif dedi, mən bu yerin xəzinələrinə məmur təyin et, çünki mən qoruyanam, bilənəm. Beləliklə, Yusifi o yerdən mövqe sahibi etdik. O istədiyi yerdə mənzil sala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edər, yaxşı işlər görənlərin mükafatını zay etmərik. İman gətirib pis əməllərdən çəkinənlər üçün axirət mükafatı əlbəttə daha xeyirlidir. Bununla da Yusif Peyğəmbər Misrin xəzinələrinə görə məsul oldu. Bir müddət sonra onu quyuya atan qardaşları ticarət məqsədi ilə Misrə gəldilər. Onları Həzrəti Yusifin hüzuruna gətirdilər. Ancaq onlar Həzrəti Yusifi tanımadılar. Yusif Peyğəmbər isə onları görən kimi tanıdı. Onların onu tanımadığını biləndən sonra çox gözəl bir plan hazırladı. Onlara maddi mənfəət təqdim etdi. Onlara özünün qonaqpərvər adam olduğunu söylədi. Bununla onlara təsir edərək istədiyini etdirə biləcəyini düşünürdü. Bunları edərkən də məqsədinin kiçik qardaşının yanında saxlamaqdan ibarət olması ayələrdən belə xəbər verilir. Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar Yusifi tanımadıkları halda Yusif onları dərhal tanıdı. Yusif onların yüklərini hazırlayıb dedi, ata bir qardaşınızı yanıma gətirin. Məgər mənim ölçüdə düz və qonaqpərvərlərin ən yaxşısı olduğumu görmürsünüz? Əgər onun yanıma gətirməsəniz, məndən bir qab, keyil, belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın. Dedilər, ondan ötürü atasını yola gətirməyə çalışarıq və sözsüz ki, bunu edərik. Göründüyü kimi Həzrəti Yusifin bu taktikası çox məntiqlidir. Çünki əgər onlara bu cür maddi bir mənfəət təklif edilməsəydi, bəzi şərtlər qoyulmasaydı, onlar buna əhmiyyət verməyərək qardaşlarını gətirmək istəməzdilər. Amma Həzrəti Yusif işi onların iradəsinə buraxmayacaq və qarşı gələ biləcəkləri qüsursuz bir plan hazırlamışdı. Bütün bu ağıllı tədbirlərlə yanaşı, Həzrəti Yusif işi əlindən buraxmamaq üçün başqa bir tədbir də gördü. Qardaşları Misirdən ayrılmamışdan əvvəl onlardan ərzağın əvəzində aldığı pulları, yəni sərmayələrini xəlvətcə malların arasına qoydurmuşdu. Bununla da həm ərzaqlarını, həm də ərzaq üçün ödədikləri pulu verərək onlara böyük bir maddi mənfəət qazandırmışdı. Bu hadisə Yusif surəsində belə bildirilir. Yusif xidmətçilərinə dedi, onların mallarını da yüklərinin içinə qoyun. Bəlkə ailələrinə döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar.
Qardaşları həqiqətən də geri dönməyə bacardılar. Onlar kiçik qardaşları Bünyamini də götürüb Həzrəti Yusifin yanına gətirdilər. Beləliklə, artıq qardaşları da Həzrəti Yusifin kim olduğunu anlamışdılar. Bunun üzərinə Həzrəti Yusif öz köynəyini qardaşlarına verir və bunu atalarına aparmalarını söyləyir. Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin. Karvan ayrılanda ataları dedi, əgər məni səfeh hesab etməsəydiniz, deyərdim ki, Yusifin ətrini alıram. Onlar, Allaha and olsun ki, sən yenə öz köhnə yanlışlığında qalmaqdasan, dedilər. Həzrəti Yaqub köynəyi alandan sonra Allahın ona verdiyi elmi ailəsinə xatırlatmışdı. Muştuluqçu gəlib köynəyi Yaqubun üzünə sürtən kimi onun gözləri açıldı və o, məgər sizə demədimmi ki, mən Allahdan sizin bilmədiklərinizi bilirəm söylədi. Göründüyü kimi Həzrəti Yusifin əvvəlcədən söylədikləri eyni ilə olmuşdu. Köynəyi atalarının gözlərinə sürtəndən sonra atasının narahatçılığı aradan qalxmış və gözü yenidən görməyə başlamışdı. Həzrəti Yaqub beləliklə sağlığına qovuşmuşdu. Həm də Həzrəti Yaqubun dedikləri ortaya çıxmışdı. Həzrəti Yusifi görəcəyini əvvəlcədən hiss etmiş və görmüşdü. Şübhəsiz ki, bu onların ikisinin də elm sahibi insanlar olduğunu göstərir. Həzrəti Yusifin yaşaması ilə bağlı məlumatın və bunun sübutu olaraq köynəyinin Həzrəti Yaquba çatması ilə birlikdə Həzrəti Yusifin qardaşlarının illərdir gizlətdiyi yalan da ortaya çıxdı. Onlar atalarına Həzrəti Yusifin qurd tərəfindən parçalandığını söyləmişdilər. Halbuki Həzrəti Yusif hazırda yaşayır. Bu həqiqətin aşkarlanması ilə birlikdə uşaqları Həzrəti Yaqubdan onların adından bağışlanmalarını diləməyini istəmişdilər. Oğlanlar ona, ata, bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz doğrudan da günahkar olmuşuq, dedilər. Yaqub dedi, mən Rəbbimdən sizin bağışlanmağınızı diləyəcəyəm. O həqiqətən bağışlayandır, rəhm edəndir. Hadisələrin gedişatı Həzrəti Yaqubun Misrə gəlməsi ilə Quranda belə bildirilir. Onlar Yusifin hüzuruna daxil olduqda o, ata-anasını bağrına basıb, İnşallah əmin olaraq Misrə daxil olun, dedi. Həzrəti Yusif ailəsi ilə qarşılaşanda ilk etdiyi iş onları bağrına basmaq və onların əmin-amanlıq içində olduqlarını xatırlatmaq olmuşdu. Həzrəti Yusifin qonaqpərvərliyi və incə düşüncəli olması təkcə bunlarla məhdudlaşmır. Ayədə Həzrəti Yusifin ata-anasına göstərdiyi sevgi belə xəbər verilir. Ata-anasını öz taxtının üstünə qaldırdı. Onlar hamısı ona tənzim etdilər. Bu ayədən də gördüyümüz kimi, Həzrəti Yusif öz atası Həzrəti Yaqubu Misrə gətirmiş, ona olan böyük sevgi və hörmətini hər kəsin önündə izhar etmişdir. Bu film boyunca Həzrəti Yaqubun və Həzrəti Yusifin həyatı Quranda bəhs edilənlərlə uyğun olaraq qeyd edildi. Biz Həzrəti Yusiflə bağlı məlumatları ancaq
Allahın bildirməsi ilə və onun bildirildiyi qədərincə bilirik. Bundan başqa nə artıq, nə də az söz söyləmək haqqına sahib ola bilmərik. Həmçinin Allah bu həqiqətə işarə etmiş və Yusif Peyğəmbərlə bağlı bütün bu bəhs edilənlərin əslində qeybi xəbərlərdən olduğunu bildirmişdir. Həzrəti Yusifin səmimi duasının bildirilməsindən sonra Yusif hekayəti aşağıdakı ayə ilə bitirilmişdir. Bu, sənə vəhy etdiyimiz qeyb xəbərlərindəndir. Onlar, Yusifin qardaşları hilə quraraq əlbir iş gördükləri zaman sən ki onların yanında deyildin. Allah bizə bu qeyb xəbərlərini bildirməklə həm həyatımızda tətbiq edə biləcəyimiz mühüm hikmətləri öyrədir, həm də keçmişdəki peyğəmbərləri tanıyaraq onları özümüzə nümunə göstərməyimizi asanlaşdırır. Həzrəti Yusifi, Həzrəti Yaqubu və ya digər peyğəmbərləri bu dünyada görmək imkanımız yoxdur. Ancaq Quranı diqqətlə oxuyaraq peyğəmbərlər hekayətlərinin üzərində dərin şəkildə təfəkkür edərək, onların yaşadığı şəraiti, nümayiş etdirdiyi nümunəvi davranışları zehnimizdə yaxşı canlandıraraq və izhar edərək peyğəmbərləri tanıya bilərik. Onların üstün mənəviyyat, ağıl və səmimiyyətindən istifadə edə bilərik. Buna görə də hər bir insan bu film üzərində yaxşı fikirləşməli, Həzrəti Yusifin və Həzrəti Yaqubun hikmətlərini yaxşı düşünməli və bunları gündəlik həyatında necə tətbiq edə biləcəyini öyrənməlidir.